Baxın qızlar, bayaqlarım təlimdə də dedim. Burada bizi bəyənilənləri heç kim görməsin deyə birinci daxil olur burada profilə, nastroykaya. Baxın, burada yenə parametrlərə vururuq. Hər kəsin telefonunda fərqli ola bilər. Biraz ehtiyatlı olun. Məxfilik yerinə daxil olaq. Və burada məxfilik o deməkdir ki, nələrsə gizlətmək istəyirsənsə gizlədə bilərsən. Misal üçün like videoda görürsüz ürək işarəsi, yalnız siz yazılıb. Bunun qarşısındakını vururam. Burada hər kəs də eləyə bilərsiniz. Kimdə hər kəsdirsə o eləsin, yalnızca siz. Sonra buradan çıxaq, bir şey də göstərdim sizə. Əgər sizə səhifənizi kimlər izləyirsə, gəlib sizin səhifənizi baxıb gedirsə, izləməyə başqa bir şeydir. Yəni gizlin sizi takib edirsəm, sizə baxmaq istəyirsə, baxın bu izləyicilər var, bura daxil olursunuz, baxırsınız. Əgər ki onları görmək istəyirsinizsə, bunu belə yandıracaqsınız. Yox, görmək istəmirsinizsə, bunu bağlayırsınızsa, siz də gedib başqasının səhifəsinə baxanda həmin insan görməyəcək. Həm siz görməyəcəksiniz, həm sizi görməyəcəklər. Yəni bunu bağlayanda belə olur. Sonra bir də burada sizin dedim ki, follow elədiyiniz kimi takib edirsinizsə, onları görməsini istəmirsinizsə, yalnızca siz eləyə bilərsiniz. Mən yalnızca siz eləmişdim. İndi nədənsə hər kəs olub. Baxın, artıq mənə buradan şey də gəlir, suallar da gəlir, yorumlar da gəlir. Hər kəs olub məndə. Yəni siz istəyirsinizsə ki, heç kim görməsin sizin kimi takib elədiyinizi, yalnızca sizi vura bilərsiniz. Bax belə.